Adamlık, insanlık. 6. kitapça. Ölen ölmeyen. Diş düşür, yüz kırışır, beden çürüyür. Ruh düşmüş, ruh kırışmış, ruh çürümüş. Adam ölür, insan ölmüş. Hayat hizmeti. Adam ölüme layıktır. Ancak adamın insan olma imkanı var. Ölüm insana yaraşmış. Bu sebepten hayat adamdaki insanı öldürmeye çalışır. Hayat ölüme hizmet gösterir. Hayvanlık, insanlık. Cinsi münasebet vasıtasıyla adam cismani atı olur. Cinsi münasebet vasıtasıyla adam cismani anı olur. Cismani atı olmak için adam evvelce hayvan olur. Cismani anı olmak için adam evvelce hayvan olur. Ruhani atada hayvan ölür, ruhani anada hayvan ölür. Fark. Hayat adam olur, hayat insan olur. Aman insan olur, aman adam olur. Adam hayvan tezadı olur, insan hayvan tezadı olur. Adam hayvandan farklanır, insan hayvana karşı durur. Ömrün çok hissesinde adam hayvana yakın olur, az hissesinde insana. Adam hayvana benziyor, insan özüne. Hayat hayvana yarayır, adamı yarıdır, insanı yaramır. Azlık. Her adamda biraz insanlık var. Ancak bu biraz o kadar azdır ki. Seccalar. Adam hayvandan üstün, insan adamdan üstün. Adam tüyülür, insan yetişir. Tarif. İnsan adamdaş. Biçim. Hayat adamın boynuna biçilir. Bu saatten de insanın boynu çatmış. Tehlike. Adamlıkta sehirleşmek tehlikesi var. İkisinden biri. Yukarıdaydım, adamı insan sanırdım. Ayrıldım, gördüm ki adam hayvan olur. Adam insan olmayan da hayvan olur. Adamlar, kuyruğu da adamdır, callat da adamdır, katil de adamdır, eyyaş da adamdır. İnsandan başka herkes adamdır. Adam yükü. Ne kadar yavaşladığımızdan adam, yüküm ağırdı. Daxilinde bir bölük hayvan yaşayıram. Adamda yaşayanlar, adamda yırtıcı yaşayır, xudbun yaşayır, hain yaşayır, həris yaşayır, erkek yaşayır, dişi yaşayır. Adamda anti-insan yaşayır. Adam məğrurluğu, mənəlik, insan məğrurluğu, mənlik. Adam əzəməti, imtiyaz, insan əzəməti, iman. Mərhələlər, heyvanlıq, sürülük, adamlıq, ictimailik, insanlıq, ruhanilik. Əslimiz, adam çoxluğu, insan azlığı. Təzadlar, adam zorlu, insan nurlu. Adam həvəsli, insan eşqli. Dövürlər, adamın canavar dövürü olur, inan dövürü olur, tülkü dövürü olur, qoyun dövürü olur. İnsanın teki insan dövürü olur. Mənşə, adam doğurur, insan yaranır. Tarif, hayat adamın bahçesi, insanın səhrası. Övladlar, heyvan təbiətin evladı, adam həyatın evladı, insan ruhun evladı. Fərq, zamanı adam olur, zamanı insan olmur. Doğan dövülən, şah adamın əliyle durur, insan əliyle döyülür. Cəmiyyət, insan tutaq, adam gözətçi. İnsan dağı, sinlər çəkilən dağdan möhtəşəm dağ var mı? Sağolmayan, adamın dərisini soğururlar, adamı şarlığa çəkmirlər, adamı tonqada yandırmırlar, adamı insan saymırlar. Gen dünya, dar dünya. Adam için dünya gendir, insan için dünya dardır. Böyüme, başar məxluq kimi sürünür, adam kimi nəhliyir, insan kimi yeriyir. Adam ləyaqəti. Elə adam görürsənmi ki, yüzdə bir gün arkada başqa bir danışmasın. Elə adam görürsənmi ki,
bəd ayaqda qaçmasın. Elə adam görmüsənmi ki, validət alçalmasın. Elə adam görmüsənmi ki, mənsəbə olmasın. Elə adam görmüsənmi ki, şəhvətə kimilməsin. Elə adam görmüsənmi ki, insan olsun. Zamanə şair. Adamın başından yuxarı, insanın dizindən aşağı. Yaşayış. Adam həyatda yaşayır, insan həyatın əhatəsində. Fərq. Adam maddiyyatçı, insan idealçı. Biçim məzmun. Doğuluş, həyat, ölüm biçimdir. Amallaşma, sabahlaşma, mütləqləşmə məzmundur. Adam məzmuna çatmır, biçimdə qalır. İnsan məzmuna çatır. İqtidarsızlıq. Təbiət yer yarattı, göl yarattı, insan yarada bilmədi. Xoşbəxtli insanlıq. Xoşbəxt olmaq üçün insan olmaq lazımdır. Adamlar xoşbəxtliyin nə olduğunu bilmirlər. İnsan olmadan xoşbəxt olmaq istəyirlər. Fərq. İnsan dünyadadır, ancaq dünyanın deyil. Adam dünyadadır və dünyanındır. Məişə. Adam heyvanın davamı, insan heyvanın ölümü. Fəlakət. Adam başlarının cənnət binası tikirlər və bina uçub tökülür. Adamlaşma aqibəti. Hamı adamdır və buna görə heç kəs insan deyil. Çevrilmə. Adam heyvanlıqdan imtina edəndə adam olmur, insan olur. Bəşər hekayəti. Məxluq oldu, adam ola bildi, insan ola bilmədi. Müqəddəs imkan. Bəşərin bişər olması. Tezahürlər. Adam gizli, insan aşikar. Adam zahiri, insan daxili. Hal. Ətrafında adam dənizi görülür. Daxilində insan bulağı qaynayır. Həyat və təmas. Adam həyata yüksəlir, insan həyata eniş. Fərqlər. Adam fərqi. Meymun kimi təqlidçi, canavar kimi yırtıcı, tülkü kimi biç, biraz da insan. Biraz insanlıq adamı heyvandan fərqləndirir. İnsan fərqi. Meymundan azad, canavardan azad, tülküdən azad, adamdan azad. Təhlükə. İtdən, pişikdən, canavardan, yılandan, tülküdən seçilməmək təhlükəsi var adam həyatında. Cənnət, cəhənnəm. Adam üçün cənnət sağlam nə varsa, insan üçün cəhənnəmdir. Adam məhkəməsi. Zahiri çirkinlik bağışlanmır. Daxili çirkinlik bağışlanır. Natamlıq, tamlıq. Adam imanında nəmsizlik var. Adam idrakında idraksızlıq var. Adam mənəviyyatında mənəviyyətsizlik var. Adam iradəsində iradəsizlik var. Adamlıq natamlıqdır. İnanlı olmaq üçün insan olmaq gərək. İdraçlı olmaq üçün insan olmaq gərək. Mənəviyyatlı olmaq üçün insan olmaq gərək. İradə olmaq üçün insan olmaq gərək. İnsanlıq tamlıqdır. Fərq. Adamda ayıblı nə varsa adam ondan törüyür. Adamda abırlı nə varsa insan ondan yaranır. Qayğı. Bir insanın qayğı var, insanlaşmaq. Tərif. Adam nəşədən törüyən, insan əzabdan yaranan. Cəmiyyət. Cəmləşən adamlar, təkləşən insanlar. Naşılıq. Adamı insan sahib sevirlər. İnsanı adam sahib sevmirlər. Fərq. Adam bir cür yaşayır, insan bir cür. Aqibət. Faciədə adam məğlub olur, insan qələbə çalır. Səciyyələr. Həyat adam istihsal edən fabrik, amal insan yaradan emalxana. Adam xalq. Adamların daxilində insanın nə varsa birləşir və xalq yaranır. Adamların daxilində heyvanın nə varsa birləşir və anti-xalq törüyür. Adam həm xalqdır, həm də anti-xalq. Xoşbəxtlik, bədbəxtlik. Xoşbəxt adam olmur, bədbəxt insan olmur. Adamlıq, insanlıq kitabçasının sonu